Salam, hörmətli abituriyentlər, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə Quba Qarabağ xanlıqları və Azərbaycanın qərb xanlıqları olan İrəvan və Naxçıvan xanlıqları mövzusunun izahına baxacağıq. İlk öncə qeyd edək ki, Quba xanlığı hələ yaranmazdan, Nadir Şah ölməzdən qabaq, Əfşarlar imperiyası süqut etməzdən qabaq, hələ Səfəvlərin hakimiyyəti dövründə Rusiya tərəfindən Hüseynəli xan Qubaya 1726-cı ildə hakim kimi təyin olunmuşdu və xəritədə 2 nömrəli xanlığımız Quba xanlığıdır. Və Nadir Şahın ölümündən sonra necə ki digər xanlıqlar müstəqilləşdi, eynilə Quba xanlığı da müstəqilləşir və Xudat ərazisi Quba xanlığının birinci mərkəzi, Quba ərazisi isə Quba xanlığının ikinci mərkəz şəhəri olur. Quba xanlığı da Azərbaycanın Qarabağ, Urmiya və Şəki xanlıqları kimi birləşdirmə siyasəti yürütmüş xanlıqlarından biridir və Hüseynəli xan hələ hakimiyyəti dövründə ilk növbədə 1757-ci ildə Salyan bölgəsini Qubaya birləşdirmə siyasəti yürütmüşdür. Və Salyan ərazisini də xəritədə qeyd edək haradır. İlk öncə 2 nömrəli xanlığa 22 nömrəli xanlıq, yəni Salyan bölgəsi birləşdirilmişdir. Və biz növbəti olaraq bildirməliyik ki, Salyanın Qubaya birləşdirilməsi daha sonra Bakı və Şamaxı xanlıqlarının Qubaya birləşdirilməsi üçün əlverişli şərait yaratmışdı. Hüseynəli xanın ölümündən sonra hakimiyyətə gəlmiş Qubalı Fətəli xan hakimiyyəti dövründə xanlığı möhkəmləndirmək üçün 3 cür siyasət həyata keçirilir. Birincisi vergi islahatı keçirilir, ikincisi köçürmə siyasəti həyata keçirir, üçüncüsü isə birləşdirmə siyasəti həyata keçirir. Vergi islahatına əsasən Qubalı Fətəli xan vergilərin birbaşa xəzinəyə daxil olmasını təmin etmək üçün mahal naiblərinin vergi toplanılması işinə son qoyur, kəndxudaların vergi toplanılması işinə müdaxiləsini genişləndirir və vergini birbaşa kəndxuda yığıb xanın xəzinəsinə təhvil verməlidir. Və Qubalı Fətəli xanın qoyduğu qanunlardan biri də bu idi ki, vergi islahatına əsasən bəzi mükəlləfiyyətləri yalnız xanın yasavullarının əmrinə əsasən, tələbinə əsasən yerinə yetirməli idi əhali. Və köçürtmə siyasətinə əsasən Qubalı Fətəli xan əhalinin sayını artırmaq, sərhədləri möhkəmləndirmək və özünə etnik dayaq yaratmaq məqsədi ilə köçürtmə siyasətini 3 istiqamətdə həyata keçirir. Xanlıqda əhalinin say artımını təmin etmək üçün, yəni Qubanın özündə əhalinin sayını artırmaq üçün Muğandan, Gilandan və Ərdəbildən əhalini köçürdür Qubaya. Sərhədləri möhkəmləndirmək üçün Muğan bölgəsindən Şahsevən adlı döyüşkən cəsur tayfaları 1768-ci ildə köçürür xanlıq ərazisinə və özünə etnik dayaq yaratmaq üçün, hansı ki Şamaxı xanlığını təzə ələ keçirtmişdi və Şamaxı xanlığında özünə etnik dayaq yaratmaq məqsədi ilə Dərbənd, Quba və Salyan bölgələrindən Şamaxıya əhalinin bir qismini köçürdür. Və birləşdirmə siyasətinə görə Quba xanlığı digər xanlıqlardan nisbətən fərqlənir. Niyə? Çünki şimal-şərq Azərbaycan torpaqlarını birləşdirmək siyasətində mühüm addımlar atıbdılar. Və Qubalı Fətəli xanın birləşdirmə siyasəti 2 mərhələyə bölünür. Birinci mərhələdə 1759-cu ildə müqavimətsiz olaraq Dərbənd bölgəsi birləşdirilir müqavimətsiz şəkildə və Dərbəndin başçısı olaraq Fətəli xan şəhərin müdafiəsini, mühafizəsini həyat yoldaşı Tuti Bikəyə tapşırır. 1767-ci ildə isə Bakı xanı Məlik Məhəmmədlə yaradılmış Nicah diplomatiyasına əsasən Bakı xanlığı birləşdirilir və Bakı birləşdirildikdən sonra 1767-ci ildə Qubalı Fətəli xan rəsmi mənbələrdə Bakının, Qubanın, Dərbəndin və Salyanın hakimi olaraq tanınmağa başlayır. Bakının birləşdirilməsinin başa çatması ilə Qubalı Fətəli xan Azərbaycan torpaqlarının birləşdirmə siyasətinin birinci mərhələsini başa çatdırmış olur. Və biz xəritədə gəlin qeyd edək ki, hansı ərazini neçənci ildə? Dərbənd bölgəsi 1759-cu ildə müqavimətsiz olaraq birləşdirilibdir. 2 nömrəli ərazi Qubanın özüdür. 4 nömrəli ərazi Şamaxıdır. Birazdan bu barədə danışacağıq. Bakı ərazisi 1767-ci ildə, Salyan ərazisi hələ Qubalı Fətəli xan tərəfindən deyil, Qubalı Hüseynəli xan tərəfindən birləşdirilmişdi 1757-ci ildə. Və 4 nömrəli ərazi 1768-ci ildə tamamilə Qubaya birləşdirilmiş Şamaxı xanlığıdır. 21 nömrəli ərazi 1768-ci ildə Cavad xanlığıdır Qubaya birləşdirilmiş. 9 nömrəli ərazi Lənkəran xanlığıdır 1785-ci ildə Quba xanlığına birləşdirilibdir. Və Şəki ərazisi də eyni Lənkəran xanlığı ilə birlikdə 1785-ci ildə Quba xanlığına birləşdirilmişdir. Və görünür ki, xəritədən gördüyümüz üzrə Quba xanlığına birləşdirilmiş ərazilər
Azərbaycanın şimal-şərq torpaqlarıdır və Quba xanlığı bu dediyimiz və illərini sadaladığımız ərazilərdən başqa hər hansı bir xanlıq üzərinə yürüyüşü uğursuz olmuşdu. Bir də cənubda Quba xanlığı 1784-cü ildə Ərdəbil və Meşkin bölgələrinə hücum etsə də, Rusiyanın tələbi, Cənubi Qafqazın və Dağıstanın digər hakimlərinin bu işə narazılığı səbəbindən yarımçıq buraxıb geri qayıtmışdı Ərdəbil və Meşkin bölgəsini. Yəni tuta bilmişdi, nisbətən bəzi bölgələri ələ keçirə bilmişdi. Ancaq bu o demək deyildi ki, Ərdəbil bölgəsini tamamilə ələ keçirib və Rusiyanın tələbi, Cənubi Qafqazın və Dağıstanın digər hakimlərinin tələbi ilə geri qayıtmaq məcburiyyətində qalmışdı. Qarabağa hücumu uğursuz olubdu. Digər Naxçıvandır, İrəvandır, Gəncə kimi xanlıqları tuta bilməyibdi Quba xanlığı. Xanlıqların birləşdirmə siyasəti xəritə üzərində bu qədər. Birləşdirmə siyasətinin ikinci mərhələsində Şamaxı şəhəri məlumdur ki, əvvəlki dövrlərdə, erkən orta əsrlər dövründə Şirvanşahlar dövlətinin paytaxtı olmuşdu və Qubalı Fətəli xan Şamaxı ərazisini birləşdirmək və gələcəkdə Qarabağ, Şəki kimi xanlıqların, həmçinin Azərbaycanın cənub torpaqlarının özünə birləşdirmə istiqamətində mühüm addımlar atmaq üçün Şamaxı ərazisini birləşdirməyə qarşısına məqsəd qoyur. Biz ötən dərsimizdə Quba xanlığının Şəki xanlığı ilə bir yerdə Şamaxı xanlığı üzərinə olan yürüşünü 1767-ci ildə Şəki və Quba arasında Şamaxının bölüşdürülməsini danışmışdıq. Lakin bu gün qeyd edək ki, Şamaxı xanlığı 1768-ci ildə tam şəkildə birləşdirilir. Şamaxı ilə mübarizəyə 1765-dən başlanılır. 68-ci ildə isə tam şəkildə Quba xanlığına birləşdirilmiş olur və burada Quba ilə Şəki arasında bir razılıq, Şamaxı arasında bir razılıq əldə olunur. Şamaxı xanlığının Dağıstanlıların hücumundan və xarici hücumlardan Quba qorumalı idi. Bunun əvəzində də Şamaxı hər il Quba xanlığına xərac ödəməli idi. Qeyd etmək lazımdır ki, 2025-ci il ali təhsil müəssisələrinə qəbul imtahanının demək ikinci mərhələsində ikinci ixtisas qrupu üzrə Şamaxı və Quba arasındakı bu razılaşma, həmçinin Quba xanlığının birləşdirmə siyasəti mənbə situasiya tipli test tapşırığında istifadə olunmuş suallardan idi və bu hissənin önəmini biz burada xüsusilə vurğulamalıyıq. Və daha sonra qeyd edək ki, 1768-ci ildə Cavad xanlığı tamamilə birləşdirilir və 1785-ci ildə xəritə üzərində göstərdiyimiz kimi Şəki və Lənkəran xanlıqları da birləşdirilir, demək Quba xanlığına. Dağlılardan müdafiə olunmaq əvəzində Qubaya xərac ödəmək məsələsini də az öncə Şamaxı xanlığının içərisində danışarkən qeyd etdik. Lakin digər xanlıqlarımızın da birləşdirmə siyasətində olduğu kimi Quba xanlığının da birləşdirmə siyasətində eyni ilə ona qarşı çıxanlar olacaqdır. Hansı ki bunlara Qarabağ, Şəki, keçmiş Şamaxı xanıdır, Dağıstanın hakimləridir, Gürcü Çarı 2-ci İraklidir. Bunlar birləşirlər və 1774-cü ildə Cavduşan adlı ərazidə baş vermiş döyüşdə Dağıstan hakimlərindən biri olan Qaraqaytaq hakimi Əmir Həmzə, necə ki bu Qaraqaytaq Əmir Həmzə Qubalı Fətəli xanın həyat yoldaşı Tuti Bikənin qardaşıdır. Qaraqaytaq hakimi Əmir Həmzə ilə Dağıstan hakimləri birləşərək Qubalı Fətəli xanı məğlubiyyətə uğradırlar və Qubalı Fətəli xan Salyanda demək mühasirədə qalır. Salyan bölgəsinə geri çəkilir. Əmir Həmzə bu zaman gəlir Dərbənd bölgəsini mühasirəyə alır və Dərbənd hakimi Dərbəndin mühasirəsinə başçılıq edən Tuti Bikiyə bildirir ki, biz demək hansı ki Dərbəndə Qubalı Fətəli xanın cəsədini, nəşini gətirmişik. Şəhərin qala qapıları açılsın. Lakin Tuti Bikə öz qardaşı Əmir Həmzəyə inanmır. Bu zaman Qubalı Fətəli xan 1775-ci ildə Rusiyaya müraciət eləyir. Rusiya çaritsası 2-ci Yekaterina Dərbəndin azad edilməsi üçün qüvvə göndərir və Rus qoşunlarının köməyi ilə Dərbənd bölgəsi Əmir Həmzənin mühasirəsindən azad edilir. Əmir Həmzə geri göndərilir, yəni azad olunur bu bölgə və Osmanlının tələbi ilə Rus qoşunları bu Quba bölgəsində, Quba-Dərbənd bölgələrində çox qala bilmirlər və Osmanlı ilə müharibə etməyin əleyhinə olan Rusiya məcburən öz qoşunlarını Azərbaycandan geri çəkməli olur. 1780-81-ci illərdə isə Qarabağa hücum təşkil edilsə də, İbrahim Xəlil xan Kartli-Kaxetiya çarlığından aldığı kömək nəticəsində Qubalı Fətəli xanın yürüşünü dəf eləyə bilir. 1780-81-ci illərdə Qubalı Fətəli xanın yürüş etdiyi ərazi desə, xəritədə 7 nömrəli ərazini
qeyd edəcək və İbrahim Xəlil xan bu yürüşün qarşısını alır. 1784-cü ildə bayaq da qeyd etdiyimiz kimi Ərdəbil və Meşkin bölgələrinə hücum eləyib Səfəvi dövlətini bərpa etmə siyasəti yürütsə də, Qubalı Fətəli xan bu siyasətdə Cənubi Qafqaz hakimlərinin, Rusiyanın, Dağıstan hakimlərinin, Azərbaycanın digər xanlıqlarının narazılığı səbəbindən həmin ərazilərdə bəzi bölgələri tutsa da geri çəkilmək məcburiyyətində idi. Rusiyanın da bu yürüşə mane olmasının səbəbi onda idi ki, Azərbaycanda vahid güclü bir dövlətin yaradılmasını təbii ki, Rusiya istəməzdi. Həmçinin gələcəkdə də Rusiyanın Cənubi Qafqazla, Xəzər sahili bölgələrlə bağlı ciddi işğalçılıq planları var idi ki, o planların pozulmasına da burada hər hansı bir güclü dövlətin yaradılması mane ola bilərdi. Qubalı Fətəli xan 1789-cu ildə vəfat edir və 1789-cu ildə Qubalı Fətəli xanın vəfatından sonra xanlıq zəifləyir və Əhməd xanın, həmçinin Şeyxəli xanın hakimiyyəti zamanlarında Quba xanlığı o qədər də siyasi işlərdə, xarici siyasi məsələlərdə uğur əldə edə bilməyən bir xanlıq mövqeyinə gəlib çatmış olur. Şeyxəli xan 1797-ci ildə Qacara tabe olur. 1806-cı ildə Quba xanlığı ruslar tərəfindən işğal edilir və Quba işğal edilən kimi Qubada yerli bəylərdən ibarət əyalət şurası təşkil edilir. Ruslar təşkil edirlər bunu, əyalət şurası təşkil edirlər. 1810-cu ildə Qubalı Şeyxəli xan üsyan qaldırır. Qubada baş vermiş üsyan Quba xanlığının ruslar tərəfindən ləğv edilməsinə, yəni əyalət şurasına qarşı qalxmış üsyanın nəticəsi olur ki, Quba xanlığı ləğv edilir 1810-cu ildə və Qubada komendant idarə üsulu yaradılmış olur. Biz növbəti olaraq danışmalıyıq Qarabağ xanlığından. Qarabağ xanlığı Pənahəli xan Cavanşir tərəfindən, Cavanşirlər nəsli tərəfindən əsası qoyulmuş Kür və Araz çayları arasında yerləşən xanlıq idi. Xəritədə 7 nömrəli xanlıq bizim Qarabağ xanlığımızdır. Xəritənin üzərini təmizləyək ki, bizə Qarabağ xanlığı haqqında danışarkən çox da maneçilik törədilməsin. Hal-hazırda xəritədə 7 nömrəli ərazi Qarabağ xanlığının ərazisi olaraq bildirilir bir qədər. Demək, Qarabağ xanlığı 1748-ci ildə Pənahəli xan Cavanşir Bayat savaşında qələbə əldə edir və Cinə olaraq qısaldılmış bir hissəcik olaraq yadda saxlaya bilərik. Cinə məsələn Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil xanlıqlarını Pənahəli xan Cavanşir özündən asılı vəziyyətə salmışdı və məlumdur ki, Qarabağ ərazisində 5 məliklik yerləşir, hansı ki, Xaçın, Vərəndə, Dizaq, Çiləbörd, Gülüstan yaxud Talış məliklikləri. Həmin məliklikləri qarşı birləşdirmə siyasəti həyata keçirdən Pənahəli xan demək, qalalar inşa edir ki, Qarabağ xanlığı ərazisində öz mövqeyini möhkəmləndirsin. Özünə demək, birinci növbədə 1748-ci ildə Bayat qalası Kəbirli mahalında, ikinci növbədə 1751-ci ildə Şahbulağı qalası Ağdamda, 1756-57-ci illərdə isə Pənahabad yaxud Şuşa qalası adlı qalanı inşa etdirmiş olur. Şuşa çevrilir, Qarabağın mərkəzi olur 18-ci əsrin ortalarından etibarən. Hətta Pənahabad adlı öz adına pul kəsdirir. Və Şuşa ərazisi inzibati cəhətdən Təbrizli, Əylisli, Qazançalı, Köçərli, Qurtular və Cufalar adlı məhəllələrə bölünmüşdür. Xanlıqlar dövründə mövcud olan bu məlikliklər ki var, separatçı meyil göstərirdilər. Yəni Qarabağ xanlığına birləşmək istəmirdilər. Özləri müstəqil hakim kimi qalmaq istəyirdilər Qarabağ ərazisində. Bu separatçı məlikliklər əsasən bölüşdürücülük fəaliyyəti ilə məşğul idilər. Hansı ki, xaricdən Qarabağ ərazisinə olan bütün yürüşlərdə yer alırdılar. Qarabağ xanlığına qarşı Gürcü Rus qüvvələri ilə əlaqələr saxlayırdılar. Mərkəzləşmə siyasətinə bir növ mane olurdular. Demək, Qarabağlı Pənahəli xan ilk növbədə Vərəndə məlikliyini, daha sonra isə Ballıqaya döyüşündə Xaçın məlikliyini məğlub etdikdən sonra davamlı olaraq Dizaq, Çiləbörd və Talış məlikliklərini də, Gülüstan məlikliklərini də özündən asılı vəziyyətə salmağı bacarır. Biz Məhəmməd Həsən xan Qacarın Urmiya xanlığını danışarkən içərisində qeyd etmişdik ki, 1757-ci ildə Məhəmməd Həsən xan Qacar Qarabağa hücum etsə də uğur qazana bilməmişdi. Lakin daha sonra geri qayıdarkən sui-qəsd nəticəsində öldürülür. Geri qayıtmasının səbəbi də o idi ki, Astrabada hücum etmiş Kərim xan Zədlə mübarizə aparmaq istəyir və Xatın-Arxı döyüşü baş vermişdi həmin Qarabağ xanı Pənahəli və Məhəmməd Həsən xan Qacar arasında. Həmin döyüşdə Məhəmməd Həsən xan Qacar məğlub olur və Xatın-Arxı döyüşündə Pənahəli xan qələbə qazanır. Yadda saxlamaq lazımdır ki, həm Bayat savaşında, həm Ballıqaya döyüşündə, həm də Xatın-Arxı döyüşündə Pənahəli xan qələbə qazansa da 1759-cu ildə Urmiyalı Fətəli xan Əfşarın yürüşü zamanı, Qarabağa yürüşü zamanı Pənahəli xan asılılığı qəbul edir və oğlu İbrahim Xəlili girov verməyi qəbul
edir. 1763-1806-cı illərdə Pənahəli xanın hakimiyyətdən getməsindən sonra hakimiyyətə gəlmiş İbrahim Xəlil xan CTN, yəni demək Gəncə, Təbriz və Naxçıvan xanlıqlarını özündən asılı vəziyyətə salmışdı və məlikçilikləri yenə də tabe etmək siyasəti yürütmüşdü. İbrahim Xəlil xan, yəni Qarabağ xanlığı, xəritədə indi üzərində danışacağımız 7 nömrəli xanlıq birləşir Gürcü çarları ilə birlikdə 6 nömrəli əraziyə hücum eləyir. 6 nömrəli ərazidə haradır? Gəncə xanlığıdır. Bu yürüş baş verir 1780-cı ildə və 1780-cı ildə Gəncə xanlığını Gürcülər və İbrahim Xəlil xan öz aralarında bölüşdürürlər. Beləliklə Gəncədə iki hakimiyyətlilik yaranır. Növbəti dərs biz bu barədə məlumat verəcəyik. 1780-81-ci ildə eyni zamanda Quba xanlığının da içərisində danışdığımız kimi İbrahim Xəlil xan demək Quba xanlığının xanlıq ərazisinə olan yürüşünü dəf eləməyi bacarır. Və bundan sonra 1805-ci ildə eyni Şəki xanlığı kimi Kürəkçay müqaviləsini imzalamaqla Rusiyadan asılığı qəbul edib daxili müstəqilliyini qorumağı bacarmış İbrahim Xəlil xan 1806-cı ildə öldürülür Qarabağda Xankəndidə öz mülkündə yaşayarkən Rus generalı Lisanevits tərəfindən öldürülür və 1822-ci ildə xanlıq ləğv edilir, Qarabağ xanlığı ləğv edilir, yəni süqut eləyir və xanlıqda komendant idarə quruluşu, əyalət idarə quruluşu yaradılmış olur başda komendant olmaqla. Biz iki ədəd xanlığımız haqqında danışaq. Qərb xanlıqlarımız hansılardır? Naxçıvan və İrəvan xanlıqları qərb xanlıqlarımız olaraq göstərilir və İrəvan xanlığının əsasını eyni biz dediyimiz kimi hansı ki Urmiya, Zəncan, Təbriz və İrəvan xanlıqlarını Əfşarlar tayfası yaratmışdı, yəni idarə etmişdilər. Əfşar sülaləsi tərəfindən idarə edilmişdi. İrəvan xanlığının da əsasını Mir Mehdi xan Əfşar qoymuşdu. Səfəvlərin dövründə Çuxursəd Bəylərbəyliyi ərazisində mövcud olmuş İrəvan ərazisində Nadirin ölümündən sonra Çuxursəd Bəylərbəyliyinin ərazisində 3 xanlıq yaranır. Bunlardan biri Naxçıvan və İrəvandır, Azərbaycanın şimalında, biri isə Maku xanlığıdır, Azərbaycanın cənubunda. Ağrı dağı və Göyçə Dərələyəz silsilələri arasında mövcud olan İrəvan xanlığının ərazisində yaşayan əhalinin böyük bir qismi Azərbaycan türkləri idi və xanlıq ərazisində Qara pul adlanan yerli mis pullar kəsilirdi. Həmçinin digər xanlıqlarda kəsilmiş pullardan, Səfəvlərin və əvvəlki dövrlərdə Azərbaycan ərazisində kəsilmiş pullardan istifadə edilirdi. Həmçinin İrəvan xanlığı ayrı-ayrı zamanlarda XKG-dən, yəni Xoy xanlığından, Kartikaxetiya çarlığından və Qarabağ xanlıqlarından asılı vəziyyətdə olmuşdu. Baxmayaraq ki, xanlıq ərazisində yaşayan erməni əhalisi də var, xristian əhali də var. Ancaq onlar kilsə hakimi təyin etmək baxımından da müstəqil deyildilər. Həmçinin üç kilsə katolikoslarını xanın özü təyin eləyirdi. İrəvan xanının özü təyin eləyirdi. 1755-ci ildə xanlıqda baş vermiş saray çevrilişi nəticəsində Həsənəli xan Qacar, demək yerli Qacar türk tayfası hakimiyyətə gəlmiş olur və xanlıq başlayır 1755-ci ildə Qacarlar tərəfindən idarə edilir. Qacar türk tayfası tərəfindən idarə edilməyə. 1765-69-cu ildə İrəvan xanlığına Gürcü çarı 2-ci İrakli hücum edir və Gürcü çarı 2-ci İraklidən asılığı qəbul edən Hüseynəli xan müəyyən müddət Kartikaxetiyaya xərac ödəməyi, bac ödəməyi qəbul etsə də, Hüseynəli xanın hakimiyyəti dövründə Kərim xan Zəndin tələbi ilə bu asılılıqdan çıxılır. Yəni Kərim xan Zənd tələb eləyir ki, Hüseynəli xandan Gürcü çarına artıq xərac ödəməsin. Hüseynəli xan da Gürcü çarına ödədiyi xəracı dayandırır. Kərim xan Zəndin tələbi ilə bu asılılığa son qoyur. Lakin Gürcülər bundan da əl çəkmirlər. 1779-cu ildə 2-ci İraklinin hücumu baş verir. 2-ci İrakli xanlıq ərazisinə hücum etsə də İrəvan şəhərini tuta bilmir. Yalnız Şörəyel bölgəsini işğal eləməyi bacarır. 1783-cü ildə Gürcülər, yəni Gürcü çarı 2-ci İrakli Rusiyadan asılığı qəbul eləmiş olur və bu asılıqdan sonra Rusiya ilə yaxınlaşan Gürcülər Azərbaycanın qərb torpaqlarına işğalçılıq siyasətini daha da gücləndirmiş olurlar. Lakin Osmanlı dövlətinin İrəvan və Naxçıvan bölgələrinə etdiyi yardımlar ilə İrəvan və Naxçıvan əraziləri həm Gürcü, həm Rus işğalından nisbətən qurtulmuş olur. Naxçıvan xanlığının əsasını isə Kəngərli tayfasından olan Heydərqulu xan qoymuşdu. Naxçıvan xanlığının ərazisi Zəngəzurdan Araz çayına qədərki ərazini əhatə eləyir və xanlığın siyasi tarixi bölünür
iki dövrə. Birinci dövr 1747-97-ci illərdə müstəqillik dövrüdür Naxçıvan xanlığında və nisbətən yarımasıllıq dövrü kimi göstərilir. 1797-ci ildən 1827-ci ilə kimi dövr isə Qacarlardan asılılıq dövrü kimi dəyərləndirilir. Naxçıvan xanı Heydərqulu hərbi cəhətdən zəif olduğuna görə Qarabağın içərisində də dedik ki, Pənahəli xan Naxçıvan xanlığını da özündən asılı vəziyyətə salmışdı. Hərbi cəhətdən zəif olduğuna görə 18-ci əsrin 50-ci illərində demək Pənahəlidən asılığı qəbul edir. Yəni özü qəbul edir. Heç bir burada hərbi əməliyyat baş vermir. Həmçinin Heydərqulu xan Qızılqaya xəyanəti adlı hadisədə Şəki xanlığının birləşdirmə siyasətinə qarşı Gürcülərlə İrəvan, Gəncə, Qarabağ və Qaradağ xanlıqları ilə ittifaqda olmuşdu. Naxçıvan xanı Hacı xan isə Kərim xan Zənddən asılığı qəbul etmişdi. Hansı ki, Hacı xanın adını biz harda görürük? Demək, Şiraz qonaqlığı hadisəsində görürük ki, iştirak etmiş xanlardan biri idi. Kərim xan Zənddən asılığı qəbul etmişdi. Eyni zamanda İrəvan xanlığı kimi Gürcü işğalına qarşı Osmanlı dövləti ilə yaradılmış əlaqələr Naxçıvan xanlığını da Gürcü işğalından qoruyurdu. Və Kəlbəli xanın hakimiyyəti dövründə isə 1795-97-ci illərdə Ağa Məhəmməd Qacardan asılılığı qəbul etmiş Naxçıvan xanlığı 1827-ci ildə Ruslar tərəfindən işğal edilir və 1828-ci ildə xanlıq daxilən ləğv edilir və xanlığın ərazisində komendant idarə quruluşu yaradılmış olur. Həm Naxçıvan xanlığı, həm İrəvan xanlığı 1827-ci ildə Ruslar tərəfindən işğal edilib, 1828-ci ildə isə Ruslar tərəfindən ləğv edilmiş daxili müstəqilliyinə son qoyulmuş xanlıqlardandır. Belə hörmətli abituriyentlər, növbəti dərslərdə görüşənədək sağ olun, salamat qalın.